Mənim vaazımın adı buydu. Yanan kömür və İsa'nın qanı. O qurbangahda, o çarmıqda olan İsa'nın qanı bizim bütün günahlarımızı təmizləməyə qadirdir. Və sonradan Yeşaya 53'ü oxusanız görəcəksiniz. O Məsih haqqında yazır. O bizim günahlarımızı üzərinə aldı. Və bizim günahlarımıza görə əzab çəkdi. Ki biz onun yaraları ilə şəfa tapaq. O sanki kömürün rolunu oynamışdı bizim həyatımızda. Ona görə də onun mənası müqəddəs kəlamda o idi. İsa'nın qanı ondan üstündür. Kömür yandırır, məhv etdiyi kimi, od yandırıb təmizlədiyi kimi, İsa'nın qanında təmizlik var və belə yazılıb. Əgər biz günahlarımızı etiraf edəriksə, sadiq olan Allah bizi təmizləyib, bizi bağışlayacaqdır. Və İsa'nın qanında həyat var. Çünki qan axıdılmadan da bağışlanma olmur. Niyə? Çünki qanda həyat var. İnsana həyat lazımdır. Biz günahdan vasitəsilə öldük. İblis bizi günah vasitəsilə öldürüb. Ona görə biz insanlar ölü olmuşuq. Nə eşitmişik, nə də ki başqa bir şey. Biz Tanrı ilə münasibətimiz, ünsiyyətimiz olmayıb. Amma bugün bir maniyə var, o günahdır. İsa Məsih gəlib ki, onu bizdən azad eləsin. Ağzından çıxan söyüş, küfür. Hətta bunu da demək istəyirəm. İndiki dövrün, indiki zamanın küfürləri var. Şimdi biri insandır da, biri bir şey səhv eləyibsə, əgər o insanda bu şey yaxşı olmayıbsa, yaxşı o kimdənsə bu şeyi yaxşı edə bilmirsə, qarşıdakı insanlar deyirlər, bilirsiniz nə deyirlər? Sənin başın üçün deyil. Belə baxırsan ki, bu söz söyüş deyil. Amma bu sözün içində alçatma ruhu var. Bu sözün içində yuxarıdan aşağı baxma var. O da murdarlıq və natəmizdir və insanı murdar eləyir. Gəlin biz baxaq həyatımıza görə mənim ağzımdan bu günləri çıxan söyüşlər hansılardır? Nə məni gün ərzində natəmiz eləyir? Ağzımız natəmizdirsə biz necə Rəbdən, necə danışaq Rəbdən insanlara? Əgər biz Yaqubun məktubunu oxusaq, orada anlayacağıq ki, Yaqub yazır, dil də otdur. O yandırıb yaxır. Dil üzvlərimizin arasında haqsızlıq aləmidir. Özü cəhənnəmdən alovlandırıldığı kimi, bizim həyatımızı da alovlandırır. Yadınızdadırsa İsa Məsih İncildə fariseylərə, dindar ilahiyyatçılara deyirdi, gürzələr nəsli. Nəyə görə demişdi onu? Çünki onlar insanları sancırdılar. Baxın, mən sizə deyim, insansan da addımlayırsan. Güya qarşıdakı ilə ünsiyyət eləyir. Səni görən kimi onunla güya danışır, amma səni atmaçqa atır, səni zəhərləyir. Sonra belə, sənə sualım var, bunu sənə elətdirən kimdir? Eyyub Peyğəmbər deyir, söylə görüm sənin dilinlə danışan kimin ruhudur? Biz başa düşsək ki, bizim vasitəmizlə danışan kimin ruhudur? Əgər bizim vasitəmizlə iblisin ruhu danışırsa, onda vay bizim halımıza. O harda olacaqsa, biz də onunla olacağıq. Ona görə gəlin biz ehtiyatlı olaq, biz ilan kimi insanları çalmayaq. Çünki söz insanı öldürür. Sən gəlməmisən ki, bu dünyaya kimisə öldürəsən. Allahın əmridir, qətil etmə. Yəni öldürmə. Müqəddəs kəlamda yazılıb. Həyat verən dil şəfa namıdır. Qoy bizim dilimizdə həyat axsın. Qoy bizim dilimizdə İsa Məsihdən danışaq. Qoy bizə heç nə mane olmasın ki, biz onu izzətləndirməyə. Yanan kömür və İsa'nın qanı Yeşaya təmizlənir. Və sonra Allah onunla danışır, deyir, bizim üçün kim gedəcək?
Yeşaya deyir, mən deyərəm. Mən hazıram, məni göndər. Yeşaya təmizlənəndən sonra Allah onu göndərir, deyir, get bu xalqa de, car çəkib bəyan elə. Amma mən isə burada demək istəyirəm. Yan, alış və danış. Yan, alış və danış. Yan, alış və danış. Təmizlən, yuyun, pak ol və yenidən get İsa Məsih haqqında danış. Çünki sən yanmasın, danışa bilməyəcəksən. Çünki sənin həyatında günah varsa Allahın ruhu gəlməyəcək sənin üzərinə. Çünki sənin həyatında günah varsa Allah səndən istifadə eləyə bilməyəcək. Çünki onun birinci işi budur, təmizlənmək. Aleluya. Və Yeşaya etiraf etdi. Tövbədən öncə ən güclü tövbə bilirsiniz hansıdır? Günahı etiraf etmək. Bağışla demək deyil tövbə. Tövbə birinci bağışla deyil. Əgər mənim həyatımda günahımı etiraf etmirəmsə, əks halda mən nə üçün bağışla deyirəm? Ona mənim bağışla kəlməmin də gücü qüvvəti olmayacaq. Əgər mən tövbə edirəmsə, birinci etiraf etməliyəm. İtmiş oğul kimi gəlməliyəm, deməliyəm, ata, mən göyə və sənə qarşı günah etmişəm. Mən daha sənin oğlun adlanmağa layiq deyiləm. Mən pulumu, mən imkanımı xərcləmişəm ilgənc insanlara. Ata, mən əxlaqsızlıq etmişəm. Ata, mənim ağzımdan küfür çıxıb, söyüş çıxıb, lənət çıxıb. Mən öz övladıma lənət etmişəm. Mən hissələnən kimi dayanmıram, mən söyürəm. Mən hissələnən kimi bunları edirəm. Heç imanlı da var yox, söyüşü söyər. Heç imanlı da kimisə anasına, bacısını söyər. Heç imanlının da ağzından söyüş çıxar, küfür edər. Ata, mən etiraf edirəm. Mənim içim pisdir. Mənim içim natəmizdir. Mənim təmizlənməyə ehtiyacım var. Ata, sənə yalvarım, məni təmizlə. Çünki mənim bu dilim bəladır. Çünki mənim bu dilim məni cəhənnəmə aparır. Çünki mənim bu dilim mənə şəhadətlik eləyəcək ki, sən bunları demisən. İndi yan, indi alış, indi partla, indi öl. Çünki mənim bu dilimin aqibəti mənə aparacaq ora. Amma Allah səni sevir. Allah səni sevir və istəmir ki, sən orada olasan. O sənin günahına görə İsa'nı qurban verdi. Əgər biz heç nəsiz qardaşımıza, bacımıza raqa, axmaq söyləyirsə, bu bizə bəzən adi gəlir. Amma görün bu Rəbb üçün nə qədər diqqətlidir, əhəmiyyətlidir ki, bizim ağzımızdan çıxan hər bir şey. Və deyir, kim qardaşına, bacısına raqa deyərsə, o cəhənnəm oduna məruz qalacaq. Ay aman, nə qədər demişəm yarə. Ay aman, nə qədər söyləmişəm yarə. Ay aman, tövbə edirəm yarə, məni bağışla. Mən də etiraf edirəm burada. Bax, elə bu yerdə, qurbancahın önündə, Məsihin qurbancahının önündə, İsa'nın çarmıxının önündə, onun qanı üçün yalvarıram ki, yerə düşməsin, Roma əskərlərinin üstünə də deyil hətta, qoy mənim üzərimə düşsün və İsa'nın qanı mənim bütün murdar irgəncliklərimi təmizləsin, bağışlasın. Çünki mənim bağışla təmizlənməyə ehtiyacım var. Sən də indi qalx ayağa gəl. O çarmıx 2000 ildir ki oradadır. Və İsa Məsih 2000 ildir ki sənə görə qurban gedib. Və sən də dur ayağa çıx gəl və o çarmıxın önündə etiraf elə. Söylə ki səni Allah bağışlasın və sən təmizlənəcəksən. Sən təmizlənəndən sonra özünü yüngül hiss edəcəksən. Və sən bəxtəvər olacaqsan. Və Allah səni göndərəcək. Və deyəcək indi get danış ey mənim balam. Get söylə və sənin vasitənlə insanlar gələcək, imana gələcəklər. Allah sənin həyatında möcüzə eləyəcək. Əziz bacı qardaşlarım, kimə bu vaaz toxundu, kimə bu vaaz təsir etdi, kim gördü ki, mən söyüş söylüyor, küfür eləyir, qarğış edir, lənət eləyir. Mən onları tövbəyə çağırıram. Mən onları etirafa çağırıram. Mən onları bağışa çağırıram. Mən onları Allahın huzuruna çağırıram ki, onlar təmizlənsinlər. Əgər bizim aramızda ilk dəfə olan insan gəlibsə də, xoş gəlib, buyursun. Sən də bağışlanmaq istəyirsənsə, sənin də İsa'ya ehtiyacın var. Sən də bağışlanmaq istəyirsənsə, İsa var.